O vaxt mən ərimdən tez ayrılanda, onda hələ indiki ağlımdan bir deyildi də ağlım. Hamileydim. Şey vaxtlarım idi, həssas vaxtlarım idi. Götürdüm bir dənə mənə oxşayan qız var idi internetdə. Ayaqları zadı belə, əlində də gül. Qoydum profilə. WhatsApp-ımdan danışıram. Hələ təzə ayrılmışdıq, 1-2 həftə olardı. Bu da götürdü mən yazdı ki, hə, elə belə şeylərə görə ayrılmaq istəyirsənmiş. Hələ get, gəz, həyatını yaşa. Düşüncəyə çatmadı ki, mənim qarnım burnundadır. Mən necə o profildəki şəkildəki ola bilərəm? Başa düşdün? And ol Allaha, mənim keçmiş muşum. Götürdü, bir gəlinlə oturub dururdu. Onunla profilə şəklini qoydu, statusa, WhatsApp-a. Onun oğlu ilə bir yerdə şəklini qoydu, statusa, WhatsApp-a. O vaxtdan danışıram, Mən heç bir dəfə zəng eləyib demədim və yaxud da götürüb ona mesaj yazmadım ki, mən sən hələ halalca arvadınam, qarnım burnumdadır, sən bu nə hoqqalardı verirsən. Əksinə gözümdən düşdü. Heç vecib, bəlkə də başqa qadın olsaydı özünü çıxardı. Vecimə belə almadım. Vecimə ya, gördüm, görməməzlikdən gəldim. Niyə vecimə almalıyam? Allaha and olsun, halal yeyilən bərəşdaq, heç görməməzlikdən gəldim. Sevdim, sevmədim, ərim olub. Sevginin bura nə adiyyat var? Zəngilər yenə adıqaya gedirək. 077